Bugün ətraflı yazılı cavab tələb olunan tapşırıqların məhlullar bölməsini işləyəcəyik. Demək, birinci sualda deyir 200 qram 10,6% natrium karbonat məhlulumuz var. Deməli, bu natrium karbonat və kalsium nitrat var. Bu da olsun kalsium nitrat. Və deyir ki, aralarında reaksiya axıra qədər gedir. Onda buradan kalsium karbonat çöküntüsü alınacaq və natrium nitrat duzu alınmış olacaq. Reaksiya ümumi bu şəkildədir. Yəni, başlanğıc üçün reaksiya 1-in 1-ə nisbətində, mol nisbətində gedir. İndi 200 qram 10,6%-dir. Bunu çevirək mol miqdarına gətirək. Görək duzumuz nə qədərdir içərisində. 200-ü vururam 10,6-ya bölürəm 100-ə. Buradan ixtisarlara aparsaq 10,6-nı 2-yə vuranda 21,2 qram natrium karbonat edir. Natrium karbonatın da emiri 106-dır. 21,2-ni 106-ya böləndə, yəni bu olur 0,2 mol. Üzərinə yazaq buradan 0,2 mol. Bəs kalsium nitrat nə qədərdir? 400 qram 8,2%. Bunu da hesablasaq görək nə qədər eləyir. 8,2-ni 4-ə vuranda 32,8 və kalsium nitratın da emiri 62-ni 2-yə vuranda 124, üzərinə də 40 gəlsin, 164. Onda 32,8-i də bölək 164-ə. Bunda mol miqdarını tapaq 0,2. Deməli, hamısı, hər ikisi eyni mol miqdardadır və zaten eyni mol miqdarda da reaksiya daxil olurlar. Deməli, başlanğıc maddələrdən heç nə qalmır. Və onda buradan da 0,2 mol kalsium karbonat və bundan 2 dəfə daha çox 0,4 mol da natrium nitrat alınır. Və deyir ki, reaksiya axıra qədər gedirsə alınan məhlulun kütləsi. Biz bilirik ki, çöküntüdür, qazdır. Bunlar məhluldan çıxır. Məhlulumuz ümumi olaraq 200 ilə 400-ü qarışdırmışıq və buradan 0,2 mol kalsium karbonat qədər, yəni 0,2-ni 100-ə vuranda 20 qram çökmə baş verir və 20 qram azalma verir. Deməli, 600-dən 20 çıxanda məhlulumuz qalır 580 qram. Bu birincinin cavabı. Daha sonra deyir, məhlulda olan duzun kütləsini. Məhuldakı duzda 2 mol natrium nitratdır. Natrium nitratı indi hesablayaq. Yəni 0,4 mol natrium nitrat daha doğrusu. Deməli, 62 plus 23, belə də 85. 85-i də 0,4-ə vursaq, eləyir 34 qram. Deməli, ikinci sualın da cavabı olur 34. Keçdik növbəti sualımıza. Deməli, sıxlığı 1,2-dir və 40% duz məhlulu var. 200 milli götürmüşük, üzərinə su əlavə etmişik və 30% məhlul hazırlanıb. İndi buradan məhlulun, belə deyək də, ümumi kütləsinə baxsaq, 200 milli 1,2 M bərabərdir OV düsturundan 1,2-ni vururam 200-ə qramını tapmaq üçün. 1,2-ni 200-ə vuranda bu edir 240 qram məhlul. 240 qram 40% məhluldur. Ona görə 240-ı vururam 40-a bölürəm 100-ə. 24-də 4-ə vuranda bu da edir 96 qram tərkibində duz. Daha sonra deməli, deyir ki, bura su əlavə edilərək 36% məhlul alınıb. Yəni, duzumuz dəyişmir. 96 qram duz 30% olubsa, bunun bəs məhlulumuzun 100% nə qədərdir? Buradan indi ixtisar aparsaq 0,3, 96-nı da bölürəm 0,3-ə, bu da edir 320 qram. Baxın, bayaq 240 idi məhlul, indi olub 320. Niyə görə artıb? Çünki su əlavə edilib. Deməli, görək nə qədər su əlavə edilib. 320-dən 240-ını çıxıram. Bu da eləyir 80 qram. Deməli, 80 qram əlavə olunan sudur. İndi bizdə nəyə soruşur? Əlavə edilən suyun kütləsi. Deməli, bu oldu birincinin cavabı. Sonra məhluldakı duzun kütləsi. Məhlulda duzun kütləsi ilə 96 qramdır. İkincinin də cavabı olacaq 96. Keçdik növbəti üçüncü sualımıza.
Müəyyən şəraitdə həllolma əmsalı 500 qram bölünsün litr olan doymuş məhlul hazırlamalıyıq və bunun üçün 600 qram suda nə qədər duz həll eləməliyik. 500 nə deməkdir? Yəni 1000 suda 500 maddə həll olunur. Onda 600 qram suda nə qədər maddə həll olunacaq? Buradan tapıram 300. Deməli, neçə qram duz həll edilməlidir? Birincinin cavabı oldu 300. Daha sonra məhlula 100 qram su əlavə edildikdən sonra duzun kütlə payını 600 qram su var idi, 300 də duzumuz var idi. Yəni ümumi məhlulumuz 900 idi. Üzərinə də bir 100 qram su əlavə eləmişik. Ümumi məhlulumuz olunub 1000 qram. Və duzumuz da elə 300 olaraq qalır. Çünki su əlavə edəndə su çıxanda duzun kütləsi dəyişmədi. Onda omega ikinci üçün hesablayıram. Omega bərabərdir 300-ü bölürəm 1000-ə, vururam 100-ə. Və ixtisarlar gedəndən sonra yerdə qalır 30%. Cavab da olur 30%, ikincinin cavabı. Keçdik üçüncü sualımıza, dördüncü sualımıza daha doğrusu. Deməli, 50 qram duz əlavə olunur 200 qram 25%li duz məhluluna. Yəni 200-ün içərisində tapaq görək nələrimiz var idi? 25% qədər, yəni 50 qram duzumuz var idi, 150 də su var idi. Daha sonra bir 50 qram da duz əlavə elədik. Duzumuz oldu 100 qram, suyumuz da elə 150 olaraq qalıb. Və alınıb x faizli duz məhlulu. İndi görək x nəyə bərabərdir? X bərabərdir duzun miqdarını bölürəm ümumiyə, yəni 250-yə, vururam 100-ə. Və buradan indi 0 ilə 1-i geçsə, 100 ilə də 25, 4, ona vuranda 40%. Yəni x oldu 40%. İndi eyni qaydanın y-i hesablayırıq. 200 qram 25%-dir. Yenə də içərisində 50 qram duzumuz var, 150 də su var. Və bura artıq 50 qram su əlavə olunub. Yəni suyu suyun üzərinə əlavə edirəm. Onda y nəyə bərabər olur? Y bərabərdir duzumuzun miqdarı bölürəm ümumiyə. 200 idi, üzərinə də 50 gəldi, 250, vururam 100-ə. Buradan ixtisarı aparım. 50 ilə 25, 2, bu da edir 20%. Yəni x oldu 40%, y də oldu 20%. İndi bunların qarışmasından z faizli məhlul alınıb. Okay. 20 ilə 40-ın arası zaten eyni kütləli məhlullar qarışıqda. 250 qram, 250 qram. Ona görə də z də bərabər olacaq 40 üzərinə gəldim 20 bölürəm 2-yə. Yəni bunların tən ortası olacaq 30%. Deməli z oldu 30%, x-in y-ə nisbəti, yəni 40-ın 20-yə olan nisbəti də olacaq 2. Keçdik növbəti 5-ci sualda. Növbəti 5-ci sualımızda bizə verib məhlulun kütləsini A qram, məhlulda olan duzun kütləsi isə B qramdır. Deyir, sabit temperaturda məhlulda eyni duzun 0,5 B qramını tam həll etdikdə 50% doymuş məhlul alınır. Yəni B qram duzumuz var idi. Üzərinə də bir 0,5 B qram da əlavə eləmişik. Onda duzumuz bərabər olub 1,5 B. Məhlulumuz A idi. Məhlula əlavə olunan suda, duzda ümumi məhlulda artma səbəb olur. Məhlula 0,5 B qədər duz əlavə olunduğuna görə məhlul ümumilikdə A plus 0,5 B olub. 50% məhlul nə deməkdir? Duzla su bir-birinə bərabərdir. Düzdürmü? İndi bax, su ilki məhlulda nə idisə, elə həmin sudur. A qram məhlulun B qramı duz idi, yerdə qalan A minus B qramı da sudan ibarət idi. Su olduğu kimi qalıb, amma məhlul artıb və həll olan maddəmizin miqdarı artıb. 50% məhlul deməkdir ki, duzla su bir-birinə bərabərdir. Yəni A minus B bərabər olur 1,5 B-yə. Buradan da tapıram ki, A 2,5 B-yə bərabərdir. Və bizdən də A bölünsün B nisbətini istəyir. A-nı B-yə böləndə A-nın yerinə yazıram 2,5 B, B-nin yerinə olduğu kimi saxlayıram. Nisbət olur 2,5. Bu oldu birincinin cavabı. İkincidə deyir ki, həmin temperaturda məhlulun həll olma əmsalını hesablayın. Zaten omeganın KH ilə əlaqəli bir düsturu var. KH vurulsun 100, bölünsün KH üstəgəl 1000.
Və düsturda gətirib yerinə qoysam 50 bərabərdir. KH-ı vururam 100-ə, aşağıda da KH-ın üzərinə gəlirəm 1000. Və buradan da tapıram ki, KH 1000-ə bərabər olacaq. Yəni, ikincinin də cavabı olur 1000. Keçdik 6-cı sualda. Eyni maddənin müxtəlif qatlıqlı məhlullarıdır. 20% və 10%. Qarışdırılandan sonra 12,5% alınır. Buradan xaç üsulu ilə bunların hansı nisbətdə qarışdırıldığını tapmaq olar. Yəni, M-lə N-i tapmaq olar. Böyükdən həmişə kiçiyi çıxıram. 12,5-dən 10 çıxanda qalır 2,5. 20-dən də 12,5 çıxanda buradan da qalır 7,5. Yəni 1-in 3-ə nisbətində. Bu 1x, bu da 3x nisbətindədir. Və cəmsi 800-dür. Onda yazıram 4x bərabərdir 800-ə, x buradan olur 200. X-in yerinə qoysam, deməli m bərabər olacaq 1 vurulsun 200, yəni 200 qram. Burada 3x olduğuna görə n də bərabərdir və buradakı n bərabərdir 3 vurulsun 200, yəni 600. Bu da oldu 10% məhlulun kütləsi. M-i və N-i də beləcə hesablamış olduq. Keçdik növbəti 7-ci sualımıza. Deməli, 4 litr 1 malyar sülfat turşusu məhlulu var. Birinci qabda, ikinci qabda isə 3 litr təmiz su var. Birinci qabda məhlulun yarısını ikinci qaba tökmüşük. Ümumiyyətlə, məhlulun yarısını digər qaba tökəndə burada nələr gedir yarı olaraq? Məsələn, həcmin yarısı gedir, plus 2 litr. Sonra qatılıq təbii ki, yarı bölünmür, amma mol miqdarı yarısı gedir. Deməli, burada nə qədərdir mol miqdarı? 4 vurulsun 1, 4 mol. 4 litr 1 malyardır da yəqin. 4 mol, onda bunun yarısı 2 molda maddə gəlmiş olur. İndi 3 litr təmiz sudur. Bunun içərisində maddə yox idi. Onda ilə maddəmiz ancaq sülfat turşusudur 2 mol. Və ümumi həcmimiz isə 2 ilə 3-ün cəmi, yəni 5 litr ümumi maddəmiz var. İndi deyək ki, birinci məhlulun yarısı ikinci qaba töküldükdən sonra birinci və ikinci qablarda sülfat turşusunun məhlulun malyar qatlığını hesablayın. İndi birinci qab üçün hesablasaq, C bərabərdir, nü bölünsün V düsturundan istifadə edəcək. Nü qalıb 2 mol, V də 4 litr idi, 2 litri getdi, qaldı 2. Yəni, burada malyar qatlıq oldu 1. 1 malyar. Bəs ikinci qabda eyni qayda ilə hesablasaq, C bərabərdir, 2 mol yenə maddəmiz var və ümumi həcm isə 2 litr gəlib, 3 litrdə su var idi, yəni 5 litr olub. 2-ni 5-ə böləndə bu deyir 0,4 malyar. Yəni, ikincinin də cavabı olur 0,4. Keçdik növbəti 8-ci sualımıza. Deməli, x qram B faizi natrium xlor məhluluna su əlavə olunub, 3x qram 20% natrium xlor məhlulu alınıb. Baxaq. X-ə hər hansı bir ürəyiniz istəyən qiymətdə qoya bilərsiniz. Yəni, ən azından məhsulları azaltmış olarsınız. Amma burada nə görürük? Ümumi məhlulumuz x qram idi, sonra olub 3x qram. Yəni, x idi, mən bura n qram su əlavə elədim, oldu 3x. Buradan açıq aydın görsənir ki, əlavə olunan su məhlulun öz kütləsindən 2 dəfə çoxdur. Yəni, n buradan belə yazaq. N bərabərdir 2x-ə. İndi bu hissəni yazdıq. Sonra deyir ki, 3x qram 20%. Təbii ki, su əlavə olunanda duzun kütləsi dəyişmir. İndi duzun kütləsi görək nə qədərdir? X qram B faizli. X-i vururam B-yə, bölürəm. Deməli, x vurulsun B bölünsün 100. Bu eləyir 20%. Daha doğrusu, x-i vururam B-yə, bölürəm 100-ə. 0,1 BX. Bu duzun kütləsidir. İndi həmin duz gəlib olub 20%. Çünki su əlavə olunursa duz kütləsi dəyişmir. Və 100%imiz də 3x-ə bərabərdir. Buradan zaten x-lər gedir. 100 ilə 20 ixtisar gedəndə 5,1 və 3 bərabərdir 0,5 B-yə. Buradan da B-nin qiymətini tapırıq. Yəni hesablayaq.
3'ü bölürəm 0 %5'ə, bu da edir 60. İndi eyni qayda ilə gətirək yerinə qoyaq. X qram 60%li məhlul, üzərinə m qram su əlavə eləmişik, olub 2x qram 25%li. Ümumiyyətlə, baxın, m qram su, x qram var idi məhlulumuz. M qram da su əlavə olunanda cəmi məhlul olub 2x. Yəni, elə m x-ə bərabərdir. Aha. M x-ə bərabərdir, n də 2x-ə bərabərdir. Onda biz buradan n bölünsün m tapa bilərik. N bölünsün m bərabərdir 2x-in x-ə olan nisbəti. Buradan x-lər gedəndə cavab qalır 2. İndi bizə lazımdır A-na B-ni. B-ni tapmışıq, B-ni tapdıq 60. İndi bir dənə qalıb A-nı tapmaq. Deməli, indi burada 25%li məhlulla 20%li məhlulu qarışdırmışıq. 20 ilə 25 və orta olaraq A tapmışıq. Yəni 20-dən böyük, 25-dən kiçik rəqəm olacaq da. Onda çarpaz olaraq yazsam, böyükdən həmişə kiçik çıxıram. Bura yazıram 25 çıxılsın A. Və burada yazacağım A çıxılsın 20. Və bunlar hansı nisbətdədirlər? 3x-in 2x-ə olan nisbəti. Yəni 3-ün 2-yə olan nisbəti. X-lər zaten gedir. İndi buradan biz A-nı da tapaq. 3A çıxılsın 60 bərabərdir 50 çıxılsın 2A. Buradan 5A bərabərdir 110. A da bərabər olacaq 110-u 5 yerə böləndə 22. Deməli, B oldu 60, A oldu 22. N-in M-ə nisbəti də oldu 2. Bu şəkildə də 8-ci sualımızı həll etmiş olduq. Gəldik 9-cu suala. İndi bu hissələri pozum. 9-cu sualda deyir, nə deyir? Deyir, alınan məhlulda 250 qram su olarsa x-i hesablayın. Ümumiyyətlə, x qram 20%li duz məhluludur. Bunun içərisində 0,2x qədər duz var. 0,8x qədər də suyumuz var. Və buradan görürük ki, 150 qram su buxarlanıb. Minus 150. Bu həm də ümumi məhluldan çıxır da. Və deyir ki, məhlulda 250 qram su qalıb. Yəni 0,8x buradan 150 çıxdım. Qaldı 250 su. Və 0,8x bərabərdir 400-ə. Buradan da x-i hesablayaq. 400-ü bölürəm 0,8-ə. Bu da edir 500 qram. Yəni ilkin bizim məhlulumuz 500 qram imiş. Və deyir ki, x-i hesablayın. Bu oldu birinci. Sonra isə deyir, su buxarlanandan sonra alınan doymuş məhlulun həll olma əmsalını. Su buxarlanandan sonra yerdə qalan budur su. Duzumuz da olduğu kimi qalır. Düzdürmü? Onda 0,2-ni 500-ə vuranda, deməli duzumuz oldu 100 qram. Suyumuz isə 0,8-i 500-ə vuranda 400. 400-dən də çıxıram 150. Yerdə qalıb 250. Zaten özü də burada verib. İndi həll olma əmsalını necə hesablayırıq? KH bərabərdir. Duzun kütləsini bölürəm suyun kütləsinə, vururam 1000-ə. Və 1000-dən 250 getdi. Onu 4'ü 100'ə vuranda 400. KH-ımız da oldu 400 qram bölünsün litr şəklində. Bu da oldu 9-cu sualın cavabı. Keçdik növbəti 10-cu suala. Deməli, görək burada nə deyir? Reaksiya tənliyini yazın, əmsallaşdırın, x-i hesablayın. Deməli, bizə verib kalium 2O suya əlavə olunur. Kalium 2O-nu suya əlavə edəndə buradan alınacaq kalium OH 2 mol. Daha sonra deyir ki, əlavə olunandan sonra KH bərabərdir x olan doymuş məhlul alınır. Aha. Biz bilirik ki, buradan kaliumda, kalium hidritdə əlavə olunanda hidrogen çıxırdı, amma oksiddə hidrogen çıxmır. Deməli, bu 18,8 qramdır. Suyumuz da 23,6 qramdır. Və buradan alınır kalium hidroksid. İndi baxaq, kalium 2O nə qədərdir?
39'u 2'yə vuranda 78, üzərinə də 16 gəndə 94. 94'dən alınır 2 mol kalium OH, yəni 112 qram. Bəs 18,8-dən nə qədər alınacaq? Buradan hesablayaq. Yaxud da A yazaq da, X olmasın. A nəyə bərabərdir? Deməli, 18,8-i vururam 112-yə, bölürəm 94-ə, alıram 22,4. Deməli, 22,4 qram mənim həll olan maddəm var, yəni kalium OH-ım. Və reaksiyanı yazdıq, əmsallaşdırdıq. İndi X-i hesablayaq ki, doymuşluq nə qədərdir? KH X nə deməkdir? Qram bölünsün litrlə verib də. Yəni 1000 qram suda deməli X qram maddə həll olanda doymuşluq yaranır. İndi bizdə nə qədər su qalıb? 23,6 ümumi suyumuz var idi. Bunun nə qədər kalium OH-ın alınmasına istifadə olundu? Yerdə qalan su nə qədər olacaq? İndi birinci tapaq. 94'də 18 lazımdırsa, 18,8'ə nə qədər lazım olur? Vur 18 böl 94. Bunun 3,6'sı gedib. Sərf olunub, yerdə qalıb 20'si. Aha, deməli 20 suya 22,4 maddə həll olub və doymuşluq yaranıb. Onda X nəyə bərabərdir? Buradan ixtisar aparsam, bu da 11,2. 100'ə vuranda 1120. Düzmü hesapladım? 1120. Deməli, bu da nə olur? KH, yəni doymuş məhlulun həll olma əmsalı. Keçdik növbəti sualımıza. Deməli, burada nəyi görürük? 20% deyir məhlul alınarsa, reaksiya tənliyini yazın, X-i Y-i hesablayın. Ümumiyyətlə, natrium hidrid suya əlavə olunub. Bu zaman natrium hidroksid və hidrogen qazı çıxmış olur. Reaksiya 1:1 nisbətində gedir. Deyir 2 qram hidrogen çıxır. Deməli, normalda da elə 2 qramdır ayrılan hidrogen reaksiya əmsallarında. Deməli, hər biri reaksiya əmsalına uyğundur. Bu 2 qram ayrılıbsa, bu da 1 mol alınıb, bu da 1 mol sərf olunub, bu da 1 mol sərf olunub. Onda deməli, natrium hidridin kütləsi nəyə bərabər olur? 1 mol natrium hidridin mR-nə. Yəni, X bərabər olur 24 qrama. Daha sonra, deyir Y-i hesablayan, axırda 20% məhlul alınıb. Düzdür, məhlulda natrium hidroksid var. Və deməli, ümumi məhlulumuz X plus Y çıxılsın 2-dir. X-in qiymətini tapmışıq 24. Onda nə olacaq? Y üstə gəl, 24-dən 2-sini çıxanda 22. Bu ümumi bizim məhlulumuzun kütləsidir. Və məhlulumuzda həll olan maddəmiz isə, yəni duzumuz isə, daha doğrusu qələvidir. Həll olanımız belə yazaq. Həll olanımız isə 1 mol natrium OH-dır, bu da 40 qram. Aha, deyir 20% məhlul alınıb. Yəni 40-20%-dirsə, bunun 100%-i də Y plus 22-dir. İndi buradan hesablasaq, Y plus 22 bərabərdir 200'ə, Y də bərabər olacaq 178. X oldu 24, Y oldu 178 və reaksiya tənliyi də yazdıq, əmsallaşdırdıq. Keçdik 12-ci suala. Deməli, 12-ci sualda deyir ki, reaksiya tənliyini yazın, alınan məhlulda duzun kütlə payını faizlə hesablayın. Reaksiya tənliyimiz nədir? Natrium hidroksid məhluludur, 200 qram 20%-li, yəni içərisində 40 qram natrium hidroksid var və 100 qram 36,5%-li, yəni içərisində 36,5 qram olan H-xlor məhluludur. Bu da 1 moldur, elə natrium OH da 1 moldur. Yəni, hərisindən 1 moldur və reaksiyada zaten 1:1 nisbətində gedir. Natrium OH üstə gəl H-xlor, alınır natrium xlor və məhlulda da qayıdır su. İndi bizə nə deyir? Deyir, alınan məhlulda duzun kütlə payını. 1 mol budur, 1 mol budursa reaksiyadan da 1 mol natrium xlor alınır. 1 mol natrium xlor da 35,5 üstə gəl 23 eləyir 58,5 qram.
Aha, yəni 1 mol 58,5 qram. Və indi baxaq. Məhlulda çöküntü yoxdur, qaz yoxdur. Ona görə də məhlulun ümumi kütləsi bunların cəmidir. Yəni 300 qram. İndi alınan duzun kütlə payını tapanda omega bərabərdir 58,5-i bölürəm ümumi 300-ə, vururam 100-ə. Və buradan da hesablasaq 19,5% məhlul alınmış olur. Yəni 12-ci sualın cavabı olacaq 19,5. Bu nə idi? Şurada ilə bunu istəyir. İkincidir. Reaksiya tənliyini yazdıq birinci olaraq və duzun kütlə payını da hesablamış olduq. Keçdik növbəti 13-cü sualımıza. 25 dərəcə temperaturda, buraları pozaq, bizə mane olmasın. 25 dərəcə temperaturda X duzun suda həll olunma əmsalı 250-dir. Və 25 dərəcədə verilmiş məhlulu doymuş hala gətirmək üçün ən azı nə qədər X duzu əlavə olunmalıdır? İndi baxaq. Suda həll olunma əmsalı 250-dir. Bu nə deməkdir? Qram bölünsün litrlə verib də. Yəni 1000 suda maksimum 250 qram maddə həll edə bilərsən. Və biz burada nə görürük? Görürük ki, 80 qram suyumuz və 16 qram X duzumuz var. İndi doymuş hala gəlməyib təbii ki. Ən azı nə qədər duz əlavə eləməliyəm. Onda duzun altına yazıram 16 plus A. Suda elə 80 qram olaraq qalır. İşte buradan ixtisarımızı aparaq. 1, 4. 4 ilə 80-i ixtisar edirəm. 1, 20. Onda 16 üstə gəl A bərabərdir 20-yə. A da bərabər olur 4-ə. Aha. A bərabərdir 4 nə deməkdir? Yəni 4 qram əlavə duz əlavə etmişəm. Bu birincinin. Və ya məhluldan ən azı neçə qram su buxarlanmalıdır? İndi ikincini hesablayaq. Onda duzu elə 16 olaraq saxlayacağım. 1000-də 250-dirsə 16 duzum üçün nə qədər su buxarlandırmalıyam? 80-dən çıxıram B qədər. İndi B qədər, yəni B buxarlanan suyun miqdarıdır. Buradan 4, 1, 16-nı 4-ə vuranda 64 bərabərdir 80 çıxılsın B. Buradan da B bərabər olacaq 16. Deməli, ikincinin də cavabı oldu 16. Dördüncü sualımızın izahına baxacaq. Deməli, verilmiş məhlulun sıxlığı 1,2 qram bölsün milli, molyar qatılığı da 3 mol bölsün litrdir. Məhlulun faizlə qatılığını və molyar kütləsini hesablayaq. Deməli, bizdə qabda nə verilib? 210 qram su, 90 qram da X duzu və qarışdırılır. Ümumilikdə 300 qram məhlul əmələ gəlir. Yəni, M bərabərdir 300 qram. Və sıxlığı da verib, rho da bərabərdir 1,2 qram bölünsün milli. Onda V-ni həcmi tapa bilərik. V bərabərdir M bölünsün rho. Düsturundan 300-ü bölürəm 1,2. İndi bölək 300 bölünsün 1,2 bölür 250 milli məhlul. Və bizə nə deyir? Molyar qatılığımız 3-dür. Molyar qatılığımız 3-dürsə, onda biz duzun mol miqdarını hesablaya bilərik. Nu bərabərdir CV düsturundan. Deməli, C yəni qatılıq 3 molyardır. Həcm 250 millidir. Bunu litrlə ifadə eləsək 0,25 litrdir. Onda 0,25-i də 3-ə vuranda bu eləyir 0,75 mol. Və 0,75 molunun kütləsi 90 qramdır. Onda 1 molunun kütləsi də molyar kütləsidir. Yəni M-ə uyğun gəlir. Buradan hesablayaq. 90-ı bölürəm 0,75-ə eləyir 120. Deməli, bu ikincinin cavabı oldu 120, yəni molyar kütləsi. Daha sonra bizdən nə istəyir? Məhlulun faizlə qatılığını. Onda omega da bərabər olacaq. Həll olan duzun kütləsini bölürəm ümumiyə, vururam 100%-ə. Və buradan da 30%-li məhlul alınır. Birincinin cavabı isə olacaq 30. Keçdik 15-ci sualımıza. Yenə qablar verilib. 200 qram 4% natrium hidroksidlə 200 qram 7,5% nitrat turşusu məhlulu qarışdırılıb. Təbii ki, burada çökən ya da uçan qaz yoxdur. Ona görə məhlulun ümumi kütləsi 400 qram olacaq.
Amma faizə gələndə deyir ki, 3-cü məhlul hazırlanır və baş verən reaksiya tənliyini yazın. Reaksiya 1-in 1-ə nisbətində gedir. Natrium hidroksid üstəgəl HNO3 alınacaq, natrium NO3 və məhlulda da su alınmış olacaq. Və deyir ki, ikinci olaraq 3-cü məhlulda duzun kütləsini hesablayın. Ümumiyyətlə görək natrium hidroksid nə qədərdir? 200-ü 4-ə vurub 100-ə böləndə bu eləyir 8 qram. Digərində də 200 qramı 7,5-ə vurub 100-ə böləndə buradan da alırıq deməli 15 qram. 15 qram nitrat turşusu var, 8 qram da natrium hidroksid var. Buraya yazıram 40, buraya yazıram 63, buraya yazaq 8, buraya yazaq 15. Görək hansı tamamilə sərf olunacaq. 8-i 40-a böləndə bu eləyir 0,2 mol. 15-i 63-ə böləndə bu da eləyir 0,23 mol. Yəni nitrat turşusu biraz artıq mol miqdardadır. Onda natrium hidroksid tamamilə reaksiyada sərf olunur və 0,2 moldan da elə 0,2 molda duz əmələ gəlmiş olur. Amma ümumi məhlulumuz yenə də 400 qramdır. 0,2 mol natrium nitrat buradan hesablasaq 0,2 molunun kütləsi eləyir 17 qram. Deməli 400 qramın içərisində 17 qram natrium nitrat olmuş olacaq. İndi faizlə hesablasaq bizdən duzun kütləsini istəyirdi. İkincinin cavabı 17 olacaq. Daha sonra deməli bizdən istədiyi nədir? Nitrat turşusunun bir dəqiqə başlanğıc maddələrdən artıq qalan birləşmənin formulunu yazın. Təbii ki, baxdıq ki, nitrat turşusu daha artıq mol miqdardadır. Ona görə də artıq qalır 0,23 mol təxminən. Amma bizdən kütlə istəyir də. Kütlə olaraq indi baxaq nə qədər sərf olunur. 40-a 63 sərf olunursa 8-ə də 1x qədəri sərf olunacaq. Hələ ki 15-i saxlayaq. Onda hesablayırıq ki 8-i vururam 63-ə bölürəm 40-a eləyir 12,6. Yəni bizdə var idi 15 qram. Sərf olundu bunun 12,6-sı və artıq qalan miqdarı da olur 2,4 qram. Yəni üçüncünün də cavabı olur 2,4. Yəni 2,4 qram nitrat turşusu. Keçdik 16-cı sualımıza. Yenə qablar verilir. Birinci, ikinci məhlullar qarışdırılır və reaksiya tam gedir. Reaksiyamız üçün bizə verilən maddələr nədir? Natrium karbonatdır və kalsium nitratdır. Və təbii ki, buradan kalsium karbonatın çöküntüsü alınacaq və natrium nitrat da məhlulda həll olan duz olaraq qalır. İndi 200 qram 5,3%. Təbii ki, 5,3-ü vururam 200-ə bölürəm 100-ə. Bu edir 10,6 qram natrium nitrat. 200 qram 8,2% isə 200-ü vururam 8,2-yə bölürəm 100-ə. Bu da edir 16,4 qram. Və indi bunların belə deyim, mol miqdarlarına baxsaq, reaksiya 1-in 1-ə mol nisbətində gedir. İndi bizdə də kütlədir. 106-ya böləndə bu edir 0,1 mol. İndi görək digər nə qədərdir? 62-ni vurdum 2-yə, üzərinə də 40 gəldi. 164-dür. Bunu da 164-ə böləndə bu da 0,1 mol. Yəni 1-1 nisbəti ilə 0,1-in 0,1-ə nisbətdir. Hər ikisi tamamilə qutarır. Heç bir maddədən artıq qalmır və uyğun olaraq 0,1 mol kalsium karbonat, 0,2 mol da natrium nitrat alınır. Və bizə deyir ki, reaksiya tam gedir. Alınan məhlulun kütləsini hesablayın. Məhlulda 0,1 mol kalsium karbonat qədər azalma var. Yəni, məhlul ümumilikdə 200 idi, 200 də əlavə olundu. Amma buradan 10 qram kalsium karbonat çöktüyünə görə məhlulu tərk elədi. Və ümumilikdə 390 qram məhlul qaldı. Daha sonra ikincidə deyir, alınan məhlulda duzun formulunu yazın. Duzun formulu olur natrium nitrat. Kütləsi isə 0,2 mola uyğun olaraq, yəni 62 ilə 23-ün cəmi 85-dirsə, bunu da 0,2-yə vuranda 17 qram natrium nitrat eləyir. Başqa da bir şey istəmir. Birincinin cavabı 390 qram, ikincidə isə natrium nitrat və 17 qram olaraq yazırıq. Keçdik 17-ci sualımıza. 25 dərəcədə duzun həll olma əmsalı
1500 qram bölünsün litrdir. X-in ən kiçik, Y-in isə ən böyük qiymətini hesablayın. Aha. 1500 bax burada axırda su buxarlanandan sonra doymuş məhlul əmələ gəlir. Amma əvvəl doymuş məhlul yoxdur. İndi görək 200 qram 30%-in içərisində nə qədər duz, nə qədər su var. 200-ün 30%-i bu edir 60 qram duz və yerdə qalan 140 isə 140 qram da sudur. Və sudan x qram buxarlandırılıb və ümumilikdə y qram doymuş məhlul alınıb. Yəni buxarlanan su ümumi məhluldan da çıxır. Onda y də bərabər olur 200 çıxılsın x. Və doymuş məhlul alınır. Görək y-imiz nəyə bərabərdir? 1500 o deməkdir ki, 1000 su, 1500-də duz var. Yəni ümumi 2500 məhlul var. 2500 məhlulun içərisində 1500 həll olanın varsa, y qram məhlulun içərisində də 60 qram duzum, yəni həll olanın var. Buradan ixtisar eləsək 3, burada da 5, 3 ilə də 60-ı ixtisar edirəm 20 və 1, y olur 100. Y-i tapdıq 100, onda x də bərabərdir. Buradakına əsasən 200 çıxılsın y, yəni y-in yerinə 100 yazsam, bu da eləyəcək 100. Yəni x də 100-dür, y də 100-dür. İndi bizdən hansını istəyir? Deyir, x-in ən kiçik, y-in isə ən böyük qiyməti bu ilə 100-ə bərabərdir. Yəni maksimumu da, minimumu da bunların 100-dür. Növbəti 18-ci sualda 0,2 mol kristal hidrat verib. Bu duzu 150 qram suda həll etdikdə 200 qram 16%-li metal sulfat məhlulu alınıb. İndi təbii ki, bura su əlavə edilib, ancaq ona görə də duz elə əvvəl nə qədər isə o qədər də qalıb. İndi tapaq görə nə qədər imiş. 200-ü vururam 16-ya bölürəm 100-ə. Buradan alıram ki, 32 qram metal SO4-üm var. Metal SO4 elə əvvəl də eyni idi. Onda 0,2 molunun kütləsi 32 qramdırsa, bəs 1 molunun kütləsi nə qədərdir? M-rinə uyğundur. Deməli, buradan tapıram x-i. 32-ni bölürəm 0,2-yə. Bu da eləyir 160 qram. Deməli, metal SO4-ün kütləsi, yəni 1 molunun kütləsi eləyir 160. Yəni metal üstə gəl 96 bərabərdir 160-dırsa, buradan metal tapıram 64. Bu bizə ikincinin cavabını verir. Yəni metalın nisbatının kütləsinin hesablanması. Daha sonra məhlul alınır. Deyib, alınan məhluldakı suyun kütləsini hesablayın. 150 qram su əlavə olunandan sonra 200 olub. Deməli ki, əvvəl 0,2 burada vurulsun x qədər mol miqdardakı su var idi, daha doğrusu maddə var idi, 0,2 mol. O 0,2 mol ümumilikdə 32 qram idi da, düzdürmü? 32 qramı duzdur. Qalan bəs nə qədərdir? Bax, 200-dən 150-sini çıxanda bizim ilkin məhlulumuz olur 50 qram. 50 qramın 32-si kuprum SO4-dürsə, çünki 60 kupruma uyğun gəlir də, yerdə qalan 18-i də sudur. Onda 0,2-ni vururam x-ə, yəni mol miqdarına, 18 qramdır. Bu da 1 mol suya bərabərdir. X bərabər olur 5-ə. Yəni birləşməmiz indi kupruma uyğun gəldi, lap gəlməsə belə metal SO4 vurulsun 5 mol su şəklindədir kristal hidratımız. Və indi bizə nəyi soruşur? Deyir, alınan məhluldakı suyun kütləsi. 150 qram su əlavə olunub. Öncədən də bir 18 qram var idi. Suyumuz oldu 168 qram. Bu da birincinin cavabı. Və üçüncüdə isə ikincinin tapdıq 64, birincini tapmışıq 168, üçüncüdə isə x-i soruşur. Deməli, suyun önündəki, belə deyək ki, rəqəmdir. Yəni, əmsalı, bu da olur 5. Yəni, x də bərabər olacaq 5-ə. Keçdik 19-cu sualımıza. 400 qram 16%-li kuprum SO4 məhlulu hazırlamaq üçün lazım olan kuprum SO4 kristal hidratının kütləsini və suyun kütləsini hesablayın. Məhlul hazırlamaq üçün deməli bizə kristal hidrat və su lazımdır. Düzdürmü? Kristal hidrat ümumilikdə 64%-lidir.
Yəni kuprum SO4 5 molik olsa 250 qramsa, bu bizim 100%'dirsə, bunun içərisindəki 160 qram kuprum SO4 də 64%'ə uyğun gəlir. Yəni biz qarışdıranda 64%'li məhlulla 0%'li suyu qarışdırmışıq və 16%'li məhlul almışıq. 64'dən 16'sını çıxanda burada qalır 48. 16'dan da 0 çıxanda 16. Deməli bunlar 1-in 3'ə nisbətindədir. Və ümumi axırda 400 qramdır. Yəni 1x 3x eləyir 4x bərabərdir 400'ə. Buradan tapıram ki x-in yerinə 100 qoyacağım. Yəni bu olacaq 100, bu da olacaq 300. 100 qram deməli ümumi kuprum SO4 kristal hidrata götürülüb, 300 qram da su əlavə edilib və deyir ki, kristal hidratın kütləsini və suyun kütləsini hesablayın. Kristal hidratımız oldu 100 qram və ümumilikdə suyumuzun da kütləsi yəqin ki, əlavə edilən suyun kütləsini istəyir. Əlavə edilən suyumuzun kütləsi 300'dür. Amma 400'ün içərisindəki suyu soruşsa, təbii ki, oradan 400'ün 16%'ni hesablayıb, oradan yerdə qalan 84%'də su olaraq hesablamalıyıq. Amma buradakı yəqin ki, əlavə olunan suyun kütləsini istəyir. Onda cavab da olacaq 300 qram. Keçdik 20-ci sualda. 400 qram 10%'li H-flor məhlulu hazırlamalıyıq. Neçə mol H-flor və neçə mol su lazımdır? Bizə təmiz H-flor, yəni 100%'dir və su, yəni 0% və buradan qarışdıranda 10% almışıq. Böyükdən kiçiyə çıxsaq, 100'dən də 10 çıxıram 9. Yəni bunlar 1-in 9'a kütlə nisbətində qarışıblar. Yəni 1x 9x cəmi edir 10x. Bu da bərabərdir 400'ə. Buradan x də bərabər olur 40'a. Yəni bu 40 qram H-flor. Bu da 9'u da 40'a vuranda, bu da 360 qram da su. Bizə indi mol olaraq su istəyir. Onda nü su üçün 360'ı bölürəm 18'ə. Bu edir 20 mol. Bu ikincinin cavabı. Və neçə mol H-flor lazımdır? Nü H-flor da bərabər olacaq. 40'ı bölürəm 20'yə. Emeri 20'dir deyə. Bu da eləyir 2 mol H-flor. Bu da birincinin cavabı. Keçdik 21-ci suala. Biz burada nə görürük? Görürük ki, x qram SO3, y qram da su qarışdırılıb və ümumilikdə 200 qram məhlul hazırlanıb. Təbii ki, burada çökən və ya da uçan qaz olmadığına görə x ilə y-in cəmi bizə 200 verməlidir. Kütlələri. Və deyir ki, x-in y-ə nisbəti 2-nin 3'ə nisbətidir. Yəni, x-in y-ə nisbəti 2-nin 3'ə nisbətidir. Onda nə yazırıq? Deməli, 1-in 1,5'ə. Deməli, y bərabərdir 1,5x. Bu gətirək, burada y-in yerinə 1,5x yazaq. X-in üzərinə 1,5x gələndə 2,5x bərabərdir 200. Buradan x-in qiymətini tapacağıq. Deməli 200'ü bölürəm 2,5'ə. Bu da eləyir 80. X oldu 80. Onda y də bundan 1,5 dəfə çoxdur. Bu da olacaq 120. Və bizə deyir y-i tap. Bu birinci. Alınan məhlulda turşunun kütlə payını tap. Onda omega turşu üçün bərabərdir. Təbii ki, buradan nə alınır? Sülfat turşusu alınır da turşu olaraq. Əgər y 120'dirsə, yəni 120 qram sudursa, onda belə çıxır ki, 80 qram da SO3'dür, yəni 1 mol SO3. Reaksiyamız da belədir. SO3 üstəgəl su alınıb H2SO4. 80 qram, yəni 1 mol SO3'dən 1 mol su ilə birləşərək əmələ gətirir 98 qram sülfat. Onda kütlə payını hesablayanda 98'i bölürəm ümumiyə, vururam 100'ə. Buradan da ixtisar aparsam 49%'li məhlul alınmış olur. Bu da olur ikincinin cavabı. Və bu bölmə üzrə sonuncu sualımız. Üzr istəyirəm, pozurdum güya ki. Deməli, 300 qram 1%'li natrium xlor məhlulu var. Yəni 300'ün 3 qramı natrium xlordur. Yerdə qalan 297 qramı da sudur. Və bunun üzərinə x qram 4%'li.
X qramın 0,4 x qədəri deməli natrium xlordur, geri qalanı da sudur. Və deyir ki, 3%li məhlul alınır. Təbii ki, burada ən rahatı xaç üsuludur. 1%li məhlulla 4%li məhlul qarışdırılır və 3%li məhlul alınır. Böyükdən kiçiyi çıxaq. 3-dən 1 çıxanda 2, 4-dən 3 çıxanda 1 və bunlar 1-in 2-yə nisbətində qarışdırılıblar. Əgər 1% olanın kütlə nisbəti 300-dürsə, onda digəri bundan 2 dəfə çox olmalıdır. Bu da olacaq 600. Deməli, x oldu 600. 600 qram 4%li natrium xlor məhlulu və deyək ki, x hesablayın. Birincinin cavabı x oldu 600. Sonra alınan məhlulda olan natrium xloridin kütləsini hesablayın. Burada təbii ki 3%dir. İndi x-i 600 tapmışamsa 0,4-ü də vururam 600-ə. Bu da edir 24 qram. Deməli ikincidə də 24 qram. Cəmi 24 üstə gəl 3, 27 qram natrium xloridimiz olur. Bu da ikincinin cavabı.